Hörmətli seyircilər, əziz kimya sevərlər, sizinlə növbəti sınağını zahirə qarşınızdayıq. Qıza başlamamızdan ilk öncə bu cür videoların davamlı olmasını istəyirsə, kanalımızı dəstək məqsədi ilə abunə olmağı və bəyənməyi unutmayın. Birinci sualda deyir, meşə yanğınları, canlıların tənəffüsü, fotosintez prosesi baş verməsini nəzərə almasaq, yuxarıda proseslə motivası hansı qazın miqdarı kəskin alınır? Bu proseslər zamanı oksigen udulur, karbon qazı isə xaric olunur. Ona görə də oksigenin miqdarı azalmış olacaqdır. Deyir ki, tərkibində 3 fərqli element atomu birləşmədə oksigen və hidrogen atomlarının sayı nisbəti bərabərdir. Element atomlarının sayı 1-2 nisbətindədir. Yuxarıda verilmiş arqa məlumatlara aid birləşmənin adını müəyyən edin. Elə bura baxdıqda, burada kalsium hidroksid birləşməsi. Çünki kalsium hidroksid birləşməsinin tərkibində formulu bu şəkildədir və burada nədir? Oksigenin də hidrogenin də nisbəti 1-in nisbəti 2-yə, onun da nisbəti 2-yə kimidir. Ona görə də A variantını götürürük. Saf X maddəsi qızdırsaq, X üstəgəlsi 2Z reaksiyaya X görə fərqli Y və Z maddələr əmələ gəlir. Buna əsasən biz deyirik ki, X birləşmədir. X birləşmədir, bəli, düzgündür, doğru cavabdır. Sonra deyir ki, X və Y-in fiziki xassəsi fərqlidir. Bəli, çünki bu zaman fərqli maddələr yaranıb, maddələr fərqli olduğu kimi fiziki eyni zamanda kimyəvi xassəsi də fərqli olacaqdır. X-in tərkibində ən az 2 müxtəlif atom var. Bəli, X-in tərkibində ən az 2 müxtəlif atom var. Bu da doğrudur, ona görə də C variantını götürürük. X-in en müsbət iyonu elektron sayı, N-in qiymətini bilinərsə, X atomu üçün elektron sayı və N-in qiyməti bilinərsə, nüvəsinin yükünü müəyyən eləyə biləcəyik. Bunu bilsək əgər. Neytron sayı, xeyr, neytron sayını bilə bilmərik. Kütlə ədədini, xeyr, bunu da kütlə ədədini proton və neytron cəmini bilməliyik. Proton və neytron sayını bilməliyik ki, kütlə ədədini bilək. Ona görə də cavabımız olacaq A variantı. Deyir, su və hidroksid zərrəcikləri üçün neytron sayı eynidir. Bax, bu düzgündür. Çünki nədir? Hesablayan zaman hidrogen neytron olmadığı üçün nəzərə alınmır. Ona görə də ancaq oksigenin neytron sayı hesablandığı üçün bəli, neytron sayları eyni olacaqdır. Ümumi elektron sayından çoxdur. Xeyr, hidroksid iyonunun elektron sayı çox olacaq. Ona görə də bu da yanlışdır. Proton sayları eynidir. Xeyr, yanlışdır. Fərqlidir. Hidroksid proton sayı çoxdur. Doğru olan yalnız 1 olacaq. X müsbət 4 iyonu, müsbət 2 iyonu, Y müsbət 3 iyonu 4 elektron verdikdə elektron sayların bərabər olur. Buna əsasən X atomunun sıra nömrəsi 16 olduğuna görə Y-in proton sayını müəyyən edin. Deməli, özündən buna 4 elektron verib. 4 elektron verdikdə Y-imiz olur -1. Bu özündən 4 elektron verdikdə X müsbət 6 olur və bunda sıra nömrəsi 16 olduğuna görə elektron sayı da 10 olur. Bu da 10 olması üçün elektron sayılar bərabərdir. Deməli, bunun sıra nömrəsi 9 olmalıdır. Qapalı qabda qaz halında olan X və Y molekula reaksiya baş verir. Bu reaksiya üçün hansı ifadə doğru deyil? Molekul sayı azalır. Bəli, burada 2 molekul, 1 molekul buradaydı, 2 molekul burada, 3. Amma 2 molekul alınıb, molekul sayı azalıb. Bu doğrudur. Bizə də doğru olmayanı soruşur. Atom sayı dəyişmir. Bəli, amma doğru olmayanı soruşduğu üçün götürmürük. Bunun molekul növü dəyişmir. Bax, bu doğru deyil. Çünki molekul növü dəyişir. Tamamilə yeni bir maddə əmələ gəlir. Emulsiya üçün 2 müxtəlif mayenin qarşılığıdır. Nə deyir? Doğrudur. 2 müxtəlif mayenin qarşılığıdır. Bəli, emulsiyalar 2 müxtəlif mayenin qarşılığıdır. Sonra əmələ gələn maddələr sabit nisbətdə birləşir. Xeyr. Homogendir, xeyr, heterogendir. Ona görə də yalnız B variantı 1. Verilmiş elementlərin hansı qum və kükürt tozunun qarşılığında maqnitləşmə qabiliyyəti olan, burada da maqnitləşmə qabiliyyəti olan maddə nikeldir. Sonra maqnit vasitəsi ayırmaq üçün maddə maqnit xassəli olmalıdır. Kükürt və qum maqnitlə ayrılmır. İçində dəmir tozu olsaydı, deyərdi ki, ayrılardı.
Deməli 5 molekul CH birləşməsində neçə atom var? Əvvəlcə 1 molekulunda olan atomlarının sayınca 2-nin üstünə 6 gəlsək 8. 1 molekulunda 8 atom var. 5-i vursaq 8-i eləyəcək 40 atom olmuş olacaqdır. Bu qədər, diqqətinizə görə sağ olun, bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.